Şirvanşahlar dövləti 13-15-ci əsrlərdə. Biz bilirik ki, Şirvanşahlar dövləti yaranıb 861-ci ildə Məziyyətlər sülaləsi idi hakimiyyətdə və Şirvanşahlar dövlətinin ilk paytaxtı olub Şirvan, 918-də Əbu Tahir tərəfindən paytaxt köçürüldü Şamaxıya. Dövləti yaradıbdı Heysam ibn Xalid. Sonra Şirvanşahlarda bildik ki, 1027-ci ilə qədər olan sülalə məziyyətlər oldu. 1027-də Kəsranilər gəldi hakimiyyətə ki, keçən dəfə onun haqqında danışdıq xeyli. Deməli, 1027-dən bəs neçənci ilə qədər Kəsranilər oldu hakimiyyətdə? 1382-ci ilə qədər Kəsranilər oldu. Və Kəsranlərin nümayəndələrindən birinci Mənçöhrün adını çəkdik ki, Slavyanlarla mübarizə apardı. Birinci Fəribrüzün adını çəkdik ki, 1066 Şirvanşah titulundan məhrum oldu, Səlcuqlara tabe oldu və Şirvanşahlar məlik titulu daşımağa başladılar. Və sonra məsələn 1-ci Afritun 3-cü Mənçöhr o qədər də belə deyək də qısa haqqlarında məlumat öyrəndik. 3-cü Mənçöhr dedik ki, Səlcuqların Ənəvi ittifaqı pozdu və Gürcülərə meyl elədi, Tamara. Sonra 1-ci Axsitandan danışdıq ki, o Ənəvi dostluq münasibətlərini bərpa elədi. 3-cü Georgiyə kömək elədi, sonra o buna kömək elədi. Slavyanların yürüşü oldu və eyni zamanda Axsitan dövründə Dərbənd səddi təmir olundu. Axsitanın dövründə paytaxt Şamaxıdan zəlzələ olduğuna görə 1192-ci ildə Bakıya köçürüldü. Bunları yadımıza salaq. Və sonra 3-cü Fəribrüzdən danışdıq. Deməli, 3-cü Fəribrüz isə dedik ki, məhz Cəlaləddinin yürüşü vaxtı 3-cü Fəribrüz idi hakimiyyətdə. 1227-ci ildə Şirvana yürüş edən Cəlaləddin müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə Şirvanşahlar Cəlaləddinə ildə 100.000 dinar xərac verərək ondan asvecə düşür. Demək, Şirvanşahlar Cəlaləddinlə, yəni Xarəzmşahlardan, baxın, bu Cəlaləddindir, Cəlari deyil. Xarəzmşah Cəlaləddin. Xarəzmşahlardan asvecə nə vaxt düşür? 1227-ci ildə. Amma daxili müstəqilliğini qorumaq şərti ilə. 1231-ci ildə isə Monqollar Azərbaycana ikinci yürüş edirlər. Bu zaman yenə də Şirvana hücumlar olunur. Hansı ki, birinci dəfədə 21-22-ci illərdə Şirvana yürüş eləmişdi Monqollar. 25-də, yəni Xarəzmşah Cəlaləddin'dən əvvəl öyrənmişdik. İndi də 1231-də də yenə yürüşlər ediblər. 1239-da da Şirvan və Dərbənd Monqollar tərəfindən tutulur. Ali Monqol xalqının tərkibinə daxil olur. Baxın, 1239 Şirvan və Dərbəndin tutulmağı ilə Monqollar Azərbaycanın işğalını başa çatdırıbdı. 1066 Şirvanın tutulmağı ilə Səlcuqlar Azərbaycanın işğalını başa çatdırıbdı. Oxşar cəhət, yəni Azərbaycanın işğalı başa çatdırılıbdı. Hər ikisi ilə Şirvanın tutulmağı ilə. Demək, 3-cü Fəribrüzün dövründə Cəlaləddinə tabe oldu Şirvanşahlar. 2-ci Axsitanın dövründə isə 2-ci Axsitan Hülakilər dövləti yarandığı vaxt Monqolların 3-cü yürüşü zamanı, yəni itaətkarlıq göstərir. Şirvan dağından xilas edir. Belə düşünün də, Axsitanlar həmişə daha müdrik siyasətçilər olubdu. Yəni görür ki, Monqolların 21-22 yürüşündə, 31-39 yürüşündə Şirvan dağıntılara məruz qaldı. Əhali qılıncdan keçirildi. Ona görə də əhali daha çox tələfat verməsin deyə Şirvanı dağıntıdan xilas etmək üçün itaətkarlıq göstərir. Demək, Şirvan Hülakilərdən nə vaxt asala düşüb, elə Hülaki dövləti yaranandı 1258-ci ildə. Deməli, Şirvanşahlar deyir, bu vaxt Elxanilərin vassalı kimi hakimiyyət sürübdülər və öz adlarında pul kəsdirməkdə davam edibdilər. Amma təmtəraqlı titullarını göstərmir, öncə Monqol xanın adını çəkir, onun bütün səfərlərində də nizami qoşun dəstələrindən iştirak edir. Çünki onun asıllığında da axı. 14-cü əsrin 30-cu illərində Elxanilər zəifləyir. Bilirik, o Çoban ağalığı dövrü, həmin dövr. Şirvanşahlar bu zaman daxili müstəqilliğini bərpa edərək Çobanların yürüşünün qarşısını alırlar. Bir də Çavus ibn Keyqubadın hakimiyyəti var ki, Çavus ibn Keyqubadın dövründə Şirvanşahlar daha da fəallaşır və bu zaman Cəlari hökmdarı Şeyx Üveysin hakimiyyətdə idi. Onun hakimiyyətini tanımır Şirvanşahlar, ona xərac vermir. Hətta Çavus Təbrizə yürüş edir. Belə olan halda deməli Şeyx Üveys, Cəlaridir Şeyx Üveys, hansı ki 1340-da Bağdadda dövlət yaradıb, 1359-da Təbrizi tutub, həmin o Şeyx Üveys dövlətxana sarayı yaratmışdı Təbrizdə, həmin Şeyx Üveys. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş edir və Şirvanşahları özünə tabe edir. Deməli, Şirvanşahlar tabe olubdu Sacilərə, sonra tabe olub Salarilərə, sonra tabe olub, deməli, belə deyək də, Sacilərə 10-cu əsrdə tabe oldu. Salarilərə 10-cu əsrdə tabe oldu, çünki bütün Azərbaycanı birləşdiriblər. Sonra dedik ki, Səlcuqlara 1066-da tabe oldu. Sonra dedik ki, Eldənizlər dövlətinə tabe olubdu 1160 Eldənizin dövründə. Bir də 90-cı illərdə Qızıl Arslanın dövründə.
İndi dedik ki, bunun ardından Monqollar yürüş edəndə Ali Monqol xaqanının tərkibinə qatılıb o sözsüz. Cəlaləddin yürüş edəndə 1227 Cəlaləddinin tərkibinə, yəni Xarəzm şahlarının tərkibinə daxil olubdu və bir də Hülaki dövləti yarananda Hülakilərin tərkibinə daxil olub, Cəlari dövləti yarananda Cəlalilərin 1367-ci yarandıqdan sonra, yəni 1367-ci ildə Cəlalilərin hakimiyyətinə tabe olubdu. Sonra da Teymurun hakimiyyətinə tabe olmağından danışacağıq. Deməli, Huşəngin hakimiyyətindən danışaq. 1372-82-də hakimiyyətdə olubdu. Dövləti möhkəmləndirmək üçün bir sıra addımlar atır. Muğan ərazisini Şirvanşahlar dövlətinə birləşdirir. Bunu yadda saxlayın. Deməli, Huşəng Muğanı birləşdirib hara? Öz dövlətinə. Muğanı birləşdirmək bir də Rəvvadilərdə olub. Rəvvadilər və Şirvanşahların oxşar cəhətdir. 1382-ci ildə isə Huşəngin əhaliyə qəddar davranışı xırda feodalların və kəndlərin narazılığına səbəb olur və üsyan qaldırırlar. Və üsyan nəticəsində, Huşəngin zülmünə qarşı üsyan nəticəsində Huşəng taxtdan salınır, Şirvanşahlar dövlətinə Kəsranilər sülaləsinin hakimiyyəti başa çatır. Bundan da Şirvan feodalları İbrahim Dərbəndini 1-ci İbrahim adından taxta çıxarırlar. Bununla da Şirvanşahlar dövlətinə Dərbəndilər sülaləsi hakimiyyətdə olur. 1382-1538 dəfələrlə qəbula düşmüş suallar olubdu. Məsələn, Dərbəndilər sülaləsinin hakimiyyət dövründə baş vermiş hadisəni göstər. Demək, ilini əzbər bilməliyik. 1382-dən ta ki süquta qədər 1538-ə qədər hansı sülalə olub? Dərbəndilər. Bu arada sülalələri də təkrar edək. Məsələn, Albaniyada deyirik ki, Arşakilər sülaləsi 1-ci əsrdən 510-a qədər. Sonra 510 629 Mərzbanlığı idi. 630-dan 705-ə qədər Mehranilər sülaləsi idi. Sonra ərəblərdə dedik ki, ilk xəlifələr dövrü başladı Peyğəmbərdən sonra, yəni 632-661 aralığı, 661-750-yə qədər Əməvilər, 750-1258 Abbasilər dövrü. İndi Şirvanşahlar da Məziyyədilər dedik. Məziyyədlər 1027-də getdi, Kəsranilər gəldi. 1027-1382 Kəsranilər, 1382-1538 Dərbəndilər. Bunları mütləq şəkildə yadımızda saxlayırıq, soruşacağım. Deməli, 14-cü əsrin 80-ci illərində Şirvanşahlar dövründə feodal dağınıqlığı daha da güclənir. Kəsranilər sülaləsi olan Şirvanşah Huşəngin dövründə vəziyyət pisləşir. Ona qarşı üsyan olur, İbrahim Dərbəndi gəlir. Və İbrahim Şirvanın yad ellər işğalçılar tərəfindən dağıdılmasına, qarət edilməsinə yol vermək istəmir, dövlətin istiqlaliyyətini təmin etməyə çalışırdı. Şirvanşahların 14-cü əsrin sonları, 15-ci əsrin əvvəllərindəki fəaliyyəti bilavasitə Fatih Əmir Teymur, demək Əmir Teymur da Fatih adlandırırıq burada. Kim kimi? Mehmet kimi. Və Qızıl Ordu xanı Toxtamışla bağlı olmuşdur. İki tərəfli təhlükə qarşısında qalan Şirvanşah 1-ci İbrahim mahir siyasət yeridirdi. O nəinki tərəflərin hər ikisinə qarşı, hətta birinə qarşı mübarizə aparmağın çətinliyini və səmərəsizliyini yaxşı dərk edirdi. Ona görə də 1-ci İbrahim onların birindən digərinə qarşı istifadə qərarına gəlir, manevr yəni. 1-ci İbrahim yaxşı bilirdi ki, Şirvan Qızıl Ordu dövləti ilə həmsərhəddir. Yuxarıda da Qızıl Ordu şimaldan gəlir. Və əgər bu ərazi Toxtamış tərəfindən tutularsa, bu Şirvanşahların hakimiyyətindən son qoyulması nəticələnir. Ağıllıdır İbrahim. Əmir Teymur isə Şirvana çox uzaqlardan gəlmişdir. Bilir ki, Mərkəzi Asiyadan gəlir. Uğur qazansa da belə, tutduğu ərazidə möhkəmlənməsi çox da asan olmaz. Məhz buna görə də 1-ci İbrahim Teymurlərlə yaxınlaşmağa üstünlük verdi. 1386-cı ildə Əmir Teymurun Azərbaycana ilk yürüşü zamanı qiymətli hədiyyələrlə Qarabağa gedib Fatih ilə ittifaq bağladı. Fatih deyirik burada da. Deməli, Əmir Teymurla gedib ittifaq bağlayıbdı. Müvafiq 9-luqlar məsələsi var idi. Həmin məsələ burada mənbədə var, oxuyarsınız. Əmir Teymurla aparılan danışıqlar nəticəsində İbrahim Şirvan hakimi kimi tanındı. Şimal sərhədlərinin mühafizəsi ona tapşırıldı. Əmir Teymur 1-ci İbrahimin simasında Qızıl Ordu xanı Toxtamışa qarşı mübarizədə sadiq müttəfiqini gördü. 1-ci İbrahim Əmir Teymurla yaranan əlaqələrin məharətlə istifadə edib Şirvanı iqtisadi, siyasi və hərbi cəhətdən qüvvətləndirə bildi. 1-ci İbrahim öz qoşunu ilə 1395-ci ildə Əmir Teymurun Qızıl Ordu dövlətində olan yürüşündə yaxından iştirak elədi. Əmir Teymur həmin yürüşdə qələbə ilə qayıtdı. Deməli, Terek döyüşündə İbrahim də iştirak edib. Hətta 1387-ci ildə Qızıl Ordu ilə vuruşmada yenə İbrahim iştirak edibdi. Çünki Teymurdan ittifaqdadır, Teymurdan asılıdır. Demək ki, Teymurun tərkibində onlarla vuruşmalı. Deməli, Şirvanşahlar Teymurlərdən nə vaxt asılı açıb elə Teymurun ilk yürüşündə, yəni 1386-cı ildə. Demək, Şirvanşahlar eyni zamanda Qızıl Ordu ilə mübarizə aparıbdır. 1387-1395-ci ildə. 1-ci İbrahim Əmir Teymurla
Qızıl Ordu xan Toxtamış arasındakı ədavətdən istifadə edərək Şirvanı düşmən hücumundan qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah öz təsirini Qarabağ, Şəki, Dərbənd, Qəbələyə yaymağa müvəffəq oldu. Əmir Teymur Dərbəndin müdafiə istehkamlarını təmin etdirdi. Deməli Teymur Dərbənd qalalarını müdafiə etdirib. Kim kimi? Ərəblər kimi. Kim kimi? Sacilər kimi. Kim kimi? Elə Şirvanşah Axistan kimi. Başqa kim kimi deyə bilərik? Deyəsən hamısını dedik. Deməli, bu dövrdə deyil, mühafizəni gücləndirir. 1-ci İbrahim Şəki vilayətinin hakimliyini Seyidi Əlin oğlu Seyidi Əhmədə qaytarmaq barəsində Teymurdan razılıq alır. Demək, İbrahim Şəki vilayətinin hakimliyini Seyidi Əlin oğlu Seyidi Əhmədə qaytarmaq barədə Teymurdan razılıq alır. 1-ci İbrahimin vasitəçiliyi ilə Gürcü çarı 7-ci Georgi Teymurla sülh müqaviləsi bağlayır. Demək, 1-ci İbrahimin vasitəçiliyi olub bunlar. Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndirilib. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki hakimliyi Şirvanşahlar dövlətinin müttəfiqi kimi çıxış edirdilər. Tarix də 1-ci İbrahimin siyasətinin düzgün olduğunu təsdiq etdi. Əmir Teymurun ölümü ilə 1405 onun imperiyası parçalandı. Teymurlar tezliklə Azərbaycandan və Şirvandan əl çəkməyə məcbur edildilər. İbrahim birləşdirmə siyasətindən birdən danışaq. 1405-10-cu illər Azərbaycan tarixində gərgin dövrlərdən biridir. Azərbaycanda Şirvanşahlardan başqa Cəlalilər, Qaraqoyunlular hakimiyyətə yiyələnmək, Teymurilər isə hakimiyyəti əldə saxlamaq uğrunda vuruşurlar. Baxın, belə suallar situasiya şəklində gələ bilər, diqqət edin. Deməli, bu dövrdə, yəni 15-ci əsrdə Azərbaycanda bir Şirvanşahlardır. Onlardan başqa da Cəlari, Qaraqoyunlular hakimiyyətə yiyələnmək istəyir. Teymurilər isə hakimiyyəti əldə saxlamaq uğruna vuruşurlar. Beləliklə, Azərbaycan qeyd olunan dövrdə 4 tərəfin apardığı mübarizə meydana çevrilmişdi. Şirvanşahlar, Cəlalilər, Qaraqoyunlular, Teymurilər. Teymurilər imperiyası tərkibində hakimiyyət uğruna mübarizə şəraitində Azərbaycan bir çox yerlərində Gəncədə, Şəkidə, Qarabağda, Təbrizdə, Ərdəbil və Marağada xalq üsyanları başladı. Demək, Teymurlərin bu dövründə, Teymurlər hakimiyyətindəyik, biz Teymurun hakimiyyətindəyik. Bilirik ki, Teymurun güclərindən bütün Azərbaycan tutuldu. Əlincədən başqa elə ilk yürüşdə tutulmuşdu. Əlincədə 1400-də tutuldu. Biz artıq Teymurlər imperiyasının tərkibindəyik. Teymurlər imperiyası tərkibində hakimiyyət uğrunda mübarizə şəraitində Azərbaycan bir çox yerlərində, yəni Gəncə, Şəki, Qarabağ, Təbriz, məsələn Gəncə, Təbrizdə elə Monqollar dövründə, yəni Cəlaləddinə qarşı daha doğrusu üsyanlar olmuşdu. Ərdəbil, Marağa və sair yerdə də xalq üsyanları başladı. Yaranmış vəziyyətdən istifadə edən 1-ci İbrahim Gəncənin və Qarabağın xeyli hissəsini tutdu. 1405-ci ilin yayında Gürcü çarı Konstantin, Şəki hakimi Seyid Əhməd və Şirvanşah 1-ci İbrahim birləşmiş ordusu ilə Teymuri Ömərin ordusunun arasında Kür çayı sahilində döyüş baş verdi. Teymuri Ömərin ordusu məğlub olaraq Təbrizə qayıtdı. 1406-cı ildə Teymurlərə qarşı Təbrizdə üsyan baş verdi. Təbrizlər kömək üçün Şirvanşah 1-ci İbrahimə müraciət etdilər. 1-ci İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Əhali 1-ci İbrahim mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı. Əhalidən alınan vergiləri qaydaya saldı və elə qısa müddətdə olsa, Şirvanşah 1-ci İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında vahid halda birləşdirdi. Lakin o, Təbrizdə möhkəmlənə bilmədi. Yəni, qısa müddətdə birləşdirsə də, baxın, İbrahim də demək qısa müddətdə Azərbaycanın çox ərazisini birləşdiribdi. Neçənci ildə? 1406-cı ildə. Amma o Təbrizdə möhkəmlənə bilmir. Çünki tezliklə Cəlari Sultan Əhmədin və onunla ittifaqda olan Qaraqoyunlu tayfalarının hərbi qüvvələri şəhərə yaxınlaşırlar, yəni Qara Yusifin başçılığından. İbrahim məcburiyyət qarşısında Təbrizi tərk eləməli olur. Bir də danışıq Şəki hakimliyindən. Tarixən öz müstəqilliyi uğrunda mübarizə aparan Şəkinin 13-14-cü əsrlərdəki vəziyyəti başqa feodal mülklərindən bir qədər fərqli idi. Dövrün tarixçisi Şəhadəddin Nəsəvi yazırdı ki, 1229-cu ildə Şirvan şəhərləri olan Şəki və Qəbəliyə ayrıca vəzir və vali təyin olunmuşdu. Deməli, Şirvan şəhərləri olan Şəki və Qəbəliyə ayrıca vəzir nə vaxt təyin olunub? 1229-cu ildə. Onlar bu şəhərləri birlikdə idarə edirdilər. Şəki bundan sonra 13-14-cü əsrlər boyu istər Hülakilər, istərsə də Cəlalilər dövründə Azərbaycanın tərkib hissəsi kimi qalmış və əksər vaxtlarda Şirvanın nüfuz dairəsində olmuşdur. Demək, Şəki istər Hülakilər, istərsə də Cəlalilər dövründə Azərbaycanın tərkib hissəsi kimi qalmışdı. Əksər vaxtlarda da Şirvanın nüfuz dairəsində olmuşdu. Fəzlullah Rəşidəddinin yazdığına görə həmin əsrlərin qovşağında Şəki, Qarabağ, Muğan, Arran onun oğlu Cəlal tərəfindən idarə olunub. Yəni Fəzlullah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə olunub. Hara? Elə Şəkidir, Qarabağdır, Muğandır, Arrandır.
14-cü əsrin 30-cu illərində bura diqqət edək. Hülakülər dövləti tənəzzülü və parçalanması dövründə, yəni Çoban Ağal dövründə bir sıra müstəqil dövlətlər meydana çıxdı. Azərbaycan şimalında Şirvanşahlar dövləti müstəqil oldu. Eyni zamanda Şəki feodalları da daxili müstəqillik əldə etdilər. Şəkidə hakimiyyətə Oyrat nəsli gəldi. Həmin dövrdən başlayaraq Şəki hakimləri Azərbaycan siyasi həyatına yaxından iştirak edir, öz müstəqilliklərini mühafizə etmək uğrunda mübarizə aparırdılar. Əmir Teymurun yeni yürüşü zamanı Şəki ərazisi Teymurlərin təcavüzünə məruz qaldı. Gürcü qüvvələri ilə ittifaq bağlayan Şəki hakimi Seyid Əli Əlincə qalasına hücum edərək uzun müddət mühasirədə qalan Sultan Tahirə köməklik göstərdi. Demək, Əmir Teymurun yeni yürüşü zamanı Şəki ərazisi Teymurun təcavüzünə məruz qalır. Gürcü qüvvələrlə ittifaq bağlayır Şəki hakimi Seyid Əli və Əlincə qalasına hücum edərək uzun müddət mühasirədə qalan Sultan Tahirə köməklik göstərirlər. Seyid Əli bir qədər sonra Teymurlərlə döyüşdə həlak olur. Onun yerinə oğlu Seyid Əhməd gəlir. Seyid Əhməd Şirvanşah 1-ci İbrahimin himayəçiliyi ilə Əmir Teymurun hüzuruna gedir. O özü ilə qiymətli hədiyyələr aparır və 6000 at verir. Əmir Teymur Seyid Əhmədi Şəki hakimi kimi tanıyır və ümumiyyətlə Şəki hakimliyi 15-ci əsrdə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş və müstəqilliyini mühafizə etmək uğrunda mübarizə aparmışdır. Teymurun 1-ci yürüşü zamanı Şəki əslində itaətə gətirilir. Amma Teymur gedəndən sonra Seyid Əli ona qarşı çıxır və bundan sonra görürük ki, Teymurun növbəti yürüşü, yəni ikinci yürüşü 1392-ci ildə Seyid Əlini məğlub edir, itaətə gətirir. Bundan sonra hətta deyirik Gürcüstan zəbt olunur, Bağdada yürüş edir, oranı dağıdır Teymur. Yəni bu həmin dövrdə ikinci yürüşdə Seyid Əli itaətə gətirilir. Teymurla döyüşdə də öldürülür.